Mən də Hı əsas -hı. tələbələrin maraqlı Yaralı olduğu yeri. və yaralı yeri imtahanlardan sual vermək istəyirəm. Sizdə imtahan dərəcəsi, daha doğrusu imtahanın çətinlik dərəcəsi necə qiymətləndirərdin və imtahan sizdə suallar daha doğrusu şifahi olurmu, yazılı olurmu, yoxsa test şəkli ilə olur? Birinci belə deyim, imtahanlarımız ixtisas və qeyri-ixtisas fənlərinə görə 2 yerə bölünür. Test və yazılı formada olur. Bizdə şifahi imtahan yoxdur. Hər ikisi, yəni test və yazılı formanın hər ikisi kompüter şəklində veririk. Test imtahanın cavabı anında çıxır. Hı -hı. Məsəl üçün belə deyim, izah eləyim. Hər bir fəndən tələbə semestr imtahanına qədər 4 dəfə, ən azı 4 dəfə dərs danışmalıdır və 10 bal üzərindən qiymətləndirilir. Tutalım ki, 4-ündən də 10 bal aldı, olur 40 bal. Yarıya bölünür, 20 balınız sizin elə bil ki, dərs danışmaqdan topladığınız baldır. Aralıq imtahanda da 30 bal olur. 30 bal toplayırsınız və maksimal. Test imtahanında 30 sual, hər sual 1 bal şəklində qiymətləndirilir. Yazılı imtahanda isə 3 sual, hər sual 10 şəkildə olur aralıq imtahanda. Və maksimal giriş balınız 50-ni bu şəkildə toplayırsınız. Bu hər fənnə aiddir. Yazılı imtahana gəldikdə isə təkrar yenə giriş balımız bu şəkildə olur. Yazılı imtahanda artıq məsəl üçün semestr imtahanıdsa 5 sual olur. Asan, orta və çətin səviyyəli olur. Çətin səviyyəli sualımız 20 baldır. Bunu biz seçə bilmirik, amma asan və orta səviyyəli sualları biz özümüz seçə bilirik. Məsəl üçün 3 sual verir kompüterdə və 3 asan sualdan hansını ikisini yaxşı bilirsənsə o sualları sən seçə bilirsən. Asan və orta da belədir. Asan suallar 5 baldan, orta sual 10 balla qiymətləndirilir. Çətin isə 20 bal olur. Və test imtahanının cavabları anında çıxır. Semestr imtahanında test imtahanı 50 sual olur və hər sual 1 bal olaraq qiymətləndirilir. Yazılı imtahanlarımızın cavabı isə təxminən 1 həftəyə çıxır. Hətta bəzən daha tez çıxardır müəllimlər. Yəni onların kompüterə yükləndikcə daha tez yoxlayıb bizə Bir bal sual verir. vermək istəyirəm. Buyurun. Sizdə cavabları da yazılı şəkildə kompüterə, Bəli, klaviaturaya daxil edirsiniz. həm Bizdə əllə yazma olmur. iki formada olur. Məsəl üçün tələbəyə o necə rahatdırsa. Bəzi tələbə var ki, əl yazması yaxud da xəttini bəyənmədiyi üçün düşünür ki, müəllim o xəttini yaxşı başa düşməz. Ona görə klaviatura daxil eləyir sualın cavabını. Hər suala da bir vərəq verilir. Yəni bir A4-də doldurulacaq şəkildə. Yəni istəyirsinizsə yarısını doldurun, istəyirsinizsə bütün doldura bilərsiniz. Bu tələbənin öz seçimidir. Elə də tələbə var ki, klaviaturada yavaşdır. Məsəl üçün düşünür ki, vaxtı gedəcək klaviaturada yazmaq. Bu zaman bizdə skan aparatları var. Biz vərəqə yazırıq sualımızın cavabını və skan aparatından keçirdirik, avtomatik kompüterə çıxır bizim cavabımız və müəllimlər də o şəkildə qiymətləndirir. Onlara da o şəkildə gedir. Kompüterlə, daha doğrusu bu proseslər sizdə artıq avtomatlaşdırılıb. Bəli, elektrik forması daha məncə düşünürəm ki, daha belə əlverişli üsul sayılır. Sizdə bəs universitetin şəraiti ilə bağlı nə deyə bilərsən? Ümumiyyətlə necədir? Universitetin şəraiti ilə bağlı mən həqiqətən razıyam. Hətta universitetimiz bilirsiniz ki, təzə təmirdən çıxdı. Biz Gənclik korpusunda oxuyuruq. Və universitetimizdə tələbələr üçün həqiqətən bir çox imkanlar yaradılıb. Məsələn, 7/24 işləyən kitabxanası olsun və yaxud da ki, tələbələrin ixtisasları ilə bağlı olan hər hansısa bir proqramlar olsun, onlara yönəldilir. Deyərdim ki, bu cəhətdən yönək həqiqətən tələbələri necə deyim, daha da qabağa aparmaq üçün çalışır. Sizdə ümumiyyətlə dərslər hansı korpuslarda olur və dərslər arasında məsələn bir korpusdan digər korpusa gedib gəlmək olurmu, yoxsa dərsləriniz ancaq bir korpusda olur? İlk öncə onu deyim ki, Azərbaycan Dövlət İqtisad Universitetinin 4 korpusu var. Birinci korpus əsas korpus sayılır. Bu İçərişəhər korpusudur. Bura aid olan ixtisaslar adətən maliyyə, mühasibatdır. İngilis dili sektorunda oxuyan tələbələr və sabah qruplu tələbələr oxuyur. İkinci korpusumuz, hansı ki, mənim də ixtisasım olan korpus Gənclik korpusudur. Burada ən çox tələbə sayının olduğu korpus sayılır. Hansı ki, bura İqtisadiyyat İdarəetmə Fakültəsinin tələbələri, hansı ki, iqtisadiyyat, ekologiya və sair sahələrdə oxuyurlar. Rus İqtisad Məktəbinin, yəni Rus İqtisad Fakültəsinin tələbələri, hansı ki, Rus sektorlu tələbələr orada təhsil alır. Eləcə də TÜDİFAK var bizdə. Tədris türk dilində aparılır orada və qiyabi və əlavə təhsil də Gənclik korpusunda keçirilir. Bu fakültələrin hər birini Gənclik korpusunda təhsil alır tələbə. Üçüncü korpusumuz Nizami korpusudur. Burada adətən 1-ci və 5-ci kurs ixtisasları üzrə olur. Məsəl üçün 1-ci kursdan
kompüter elmləri ola bilər, informasiya texnologiyaları, yəni rəqəmsal iqtisad məktəbi, yəni fakültəsi gedir və dizayn, eləcə də mühəndislik, hansı ki, qida mühəndisliyi, bəli, elektrik, ekologiya mühəndisliyi və s. 4-cü korpusumuz Semaşka korpusu sayılır. Bu artıq biznes və menecment fakültəsidir, hansı ki, biznes, idarə edilməsi, menecment fakültəsidir, logistika və s. Burada həmin ixtisasın tələbələri təhsil alır və bizdə korpusdan korpusa dərs dəyişmir. Çünki korpuslarımız arasında məsafə çoxdur. Tənəffüs vaxtımız 10 dəqiqə olduğu üçün, yəni bir korpusdan bir korpusa getmək həqiqətən bizim üçün çətinlik törədər. Zaten abituriyent qəbul olduğu ixtisasın hansı korpusa keçəcəyini bildiyi üçün tədris müddətində il boyu həmin korpusda başa vurur. Aha, çox sağ ol Siz sağ olun. ətraflı məlumat verdiyin üçün.